Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə 5 aprel, yəni 9-cu siniflərin ilk buraxılış imtahanına düşmüş riyaziyyat sualının izahına baxırıq. Başlayırıq birinci sualdan. 57-ci sualda bizə deyir ki, 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artırıldı? Əgər 30 hektar əvvəlcədən olan miqdardırsa, bunu götürürsünüz 100%. Və artırılıb 42 olub. Nə qədər artırılıb? 42-dən çıxırsınız 30-u. Olur 12. Deməli 12 hektara yazırıq x. Çarpaz vursaq 30 vur x bərabərdir. 100 vurulsun 12. Bu sıfırla bu sıfır gedir. 12-ni də bölürsünüz 3-ə 4. 4-ü də 10-a vuranda düzgün cavab 40% alınmış olur. Yəni testimizin doğru variantı olur B bəndi, B variantı. Keçirik növbəti suala. Baxırıq burada deməli, buranı silək. Aha. Deyir bu tənliyi həll edin. Yazacaqsınız. Çarpaz vuracaqsınız. Baxın. Mənfi 3 vurursunuz x-a mənfi 3x. 4-ü də vurursunuz 12-yə 48. X buradan bərabərdir. Mənfi 16 alınmış olur. Yəni D bəndi testimizin düzgün cavabı olmuş olur. Keçirik növbəti suala. Baxırıq burada 59-a. Deyir bu tənliklər sistemini həll edin. Sadəcə uşaqlar çox asan. Bax y-ı gətirib yerinə qoymalısınız. Yəni 5x üstə gəl y-ın yerinə 2x yazırsınız. Bərabərdir 21-ə. Buradan 7x bərabərdir 21-ə. X bərabərdir 3-ə. X 3-dürsə buradan y bərabərdir 2 dəfə 3. Yəni düzgün cavab olur 6. Baxın, x-in qiyməti 3, y-ın qiyməti 6. Deməli testimizin düzgün cavabı D bəndi alınmış olur. Baxaq növbəti suala. Deməli, K-nın deyir, hansı ən böyük qiymətində bu cəm düzgün kəsirdir? Məsələn, siz bunu, baxın, çevirib kəsir formasında, gəlin elə çevirib kəsir formasında yazaq. Deməli, 90-da 4K çıxılsın 4. 4K ədəddir bu arada uşaqlar, çünki qarışıq dövranlıq kəsirdir. 90-da 4K çıxılsın 4, üstə gəl. Deməli, 90-da K4 çıxılsın K. İndi bunu hesablasaq, olacaq 90-da, baxın, bu 4K-nı açsaq, yuxarıda yazıram, olacaq 40, üstə gəl K, çıx 4. Bunu açsaq, olacaq 10K, üstə gəl 4, çıx K. Bu da bərabərdir. K-lar gedir, qalır sadəcə burada 10K. 4-lər biri mənfi, biri müsbətli gedir. Bir də qaldı üstə gəl 40. İndi deyir ki, bu düzgün kəsir olmalıdır. Düzgün kəsir olmağı üçün, bax, bunun surəti kiçik olmalıdır məxrəcindən. Burada da 10K kiçikdir. 90-dan 40 çıxırsınız 50, 50-ni bölürsünüz 10-a, K kiçikdir 5-dən. K 5-dən kiçikdirsə, sizdə K-nın, baxın, hansı ən böyük qiyməti deyir? 5-i götürə bilməzsiniz. Deməli, düzgün cavab 4 ən böyük qiymətində olmuş olacaq. Yəni, testimizin doğru variantı olur deməli D bəndi, D variantı. Keçirik növbəti 61-ci suala. Düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan 2 mail çəkilmişdir. Maillərin oturacaqları arasındakı məsafəni tapın. Baxın, bu bizim düz xəttimiz olsun. Buradan ixtiyari bir nöqtədən məsafə dediyinə görə hər zaman bunu perpendikulyar indirirsiniz uşaqlar. Perpendikulyar da olduğuna görə deməli burada 90 dərəcə bucaq əmələ gəlmiş olur. Bax, fikir verin, 2 mail çəkilmişdir. Özə bu maillərin uzunluqları bir-birinə bərabərdir. Və uzunluğu neçədir? Uzunluğu 5-dir. Deməli, maillərin uzunluqları 5-dir. Bura 4-dür. Pifaqor teoreminə görə bura olacaq 3. Və Pifaqor teoreminə görə burada 3 olacaq. Bizdən maillərin oturacaqları arasındakı məsafə. Bax, mailin oturacağı ilə digər mailin oturacağı arasındakı məsafə 3 üstə gəl 3, 6-ya bərabər olmuş olur. Yəni, 61-ci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada 62-ci sualı. Deyir ki, əbob AB bərabərdir 5, A vurulsun B 75 olarsa, A üstə gəl B cəmini tapın. Əbob AB nə deməkdir uşaqlar? Yəni, A ədəd də 5-ə bölünür, B ədəd də 5-ə bölünür. Buna görə A-nı yazırsınız 5K, B-ni yazırsınız, gəlin bunu X edin. A-nı yazaq 5X, B-ni yazaq 5Y. Və gətirib burada yerinə yazmaq lazımdır. A vur B. 5x vurulsun 5y bərabərdir 75-ə. Buradan 25xy bərabərdir 75-ə. Xy də bərabərdir 75-i 25-ə böləndə 3. X-in yerinə 1, y-ın yerinə 3 yazıram. Fərqi yoxdur, yerlərini də dəyişə bilərsiniz. Əgər x-in yerinə 1 yazsaq, 5 dəfə 1 olacaq 5. Əgər y-ın yerinə 3 yazsaq, 5 dəfə 3 olacaq 15. Və sizdən A üstə gəl B cəmini istəyir. Bu 5 ilə də 15-i toplasaz, testin düzgün cavabı 20 alınmış olur. 62-ci sualda. Keçək növbəti suala. 63-cü sual.
sadələşdirmək lazımdır. Bu a minus b, a plus b-dir. Bax, bu iki mötərizi. Olacaq a kvadrat, yəni 2x-in kvadratı 4x kvadrat. Çıxılsın 1-in kvadratı 1. Çıxılsın, bunu vurub açmaq lazım. 4x x-a vuranda 4x kvadrat, mənfi 4x-i mənfi 3-a vuranda müsbət 12x bərabərdir 35-ə. 4x kvadratlar getdi. Burada olur 12x bərabərdir. Bu 1-i atırsınız bu tərəfə. 35 üstə gəlsin. 1 olur 36. X də bərabərdir. 36-nı 12-yə bölsəz düzgün cavab olur 3. Tənliyi həll etdirdi. Yəqin ki, B variantı uşaqlar elə B bəndi alınmış olur. Keçirik növbəti sualla. 64-də. Deyir, A bərabər 4-də 1 olarsa bu ifadənin qiymətini tapın. Əsasları eyni olan qüvvətləri bir-birinə vuran zaman əsas olduğu kimi qalır, qüvvətlər toplanır. Yəni, mənfi 2A üstə gəl 6A olur. Bu da 3 üstündə 6A-dan 2A-nı çıxırsınız olur 4A. A-nı da gətirib yerinə yazmaq lazımdır. 4 vurulsun, 4-də 1. 4-lər ixtisar gedir, cavab 3 üstü 1. Yəni, 3 alınmış olur. Çox güman ki, burada uşaqlar Y variantı olacaq. Düzgün cavab. Çünki hamısı var, bu yoxdur. Belə. Keçək növbəti suala. 65. Dairənin radiusunu 5 dəfə artırsaq, onun sahəsini neçə dəfə artar? Uşaqlar, sahə düsturumuz bilirsiniz ki, pi r kvadratına bərabərdir. Yəni, baxın, kvadrat yazılıb burada. Əgər sən radiusu 5 dəfə artırsan, deməli, sahə 5-in kvadratı, yəni 25 dəfə artmış olacaq. Düzgün cavab C bəndi, C variantı. Keçək növbəti suala. Baxırıq burada, deməli, 62-yə baxdıq. 65-i işlədikmi? Bəli, işlədik. Baxırıq burada 66-cı sualı. Deyir, AC 7-dir, CB 14-dür, AB-ni istəyir. Çox asan uşaqlar. 7-nin üstünə 14 gəlirsiniz, o da olur 21. Yəni A bəndi. Keçək növbəti suala. İfadəsinin qiymətini hesablayın. 2 vurulsun. Kök adlı 25-dən 5 çıxır. Kök adlı 16-dan 4 çıxır. 2 vurulsun. Kök adlı 9-dan 3 çıxır. Bunun cavabı 10. Çıx 4. Bunun cavabı 6. Toplayanda 12 alınmış olur. 10 çıx 4, 6. 6 üstə gəlsin. 6, 12 alınmış olur. Burada C variantı yoxdursa uşaqlar, o zaman olacaq C bəndi. 10, 14, 5, 2. Aha, 12. Deməli, C bəndi alınmış olacaq. Keçək növbəti suala. 68. 30 və 36-nın əbobunu istəyir. Gəlin belə elə üstündə yazaq uşaqlar. 30-u yazırsınız 5 dəfə 6. 6-nı yazırsınız 6 dəfə 6. Ortaq hansıdır burada? Fikir verin 6. 6-nı çıxardırsam mötərizənin xaricinə, qalır əbob 5 ilə 6. 5 və 6 qarşılıqlı sadədir uşaqlar. Qarşılıqlı sadədirsə, deməli bunların əbobu 1-dir. 6-nı da 1-ə vursan cavab eləyəcək 6. Yəni düzgün cavab Y bəndi, Y variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 69-a. Y bərabərdir 5x çıxılsın 17 funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Ordinatı nə deməkdir? Yəni y bərabərdir 3-ə. Apsisini tap nə deməkdir? Yəni səndən x istəyir. Gətirib yerinə qoymaq lazımdır. 3 bərabərdir 5x çıx 17. 17-ni atırsınız bu tərəfə. 3 üstə gəl 17 bərabərdir 5x-a. 20 bərabərdir 5x-a. X də bərabərdir 4 alınmış olur. Yəni Y variantı. Testimizin düzgün cavabı Y bəndi alınmış olur. Keçirik növbəti suala. Suallar demək olar ki, rahat düşüb nisbətən. İndi ətraflara hələ ki baxmamışıq, amma bura qədər rahatdır. Deyir ki, kubun neçə tili var? Kubun 12 tili var uşaqlar. Yəni Y bəndi. 6 üzü, 8 təpəsi 12 tili var. 71-də nə deyir bizə? Deyir ki, yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının 2 mislidir. Buna görə yarışmanı Əlinin qazanma ehtimalını tapın. Aha, bu biraz fərqli, topluda olandan fərqli bir ehtimal sualıdır. Baxın, hal-hazırda 3 nəfər var və hər birinin ehtimalını ayrı-ayrı qeyd etməli. Deməli, Həsənin deyir qazanma ehtimalı. Gəlin Həsən, Əli, Vüqar olsun. Həsənin qazanma ehtimalı X, Əlininki Y, bu da olsun Z. Deyir ki, bəlkə də adlarından da yazsaq olar. Yaxşı, belə qeyd edək. Deyir ki, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Baxın, Həsən Vüqarın qazanmasının 7 mislidir. Yəni, Vüqarı vurursunuz 7-yə, bu Z-i. Daha sonra deyir ki, Həsənin qazanma ehtimalı Əlinin qazanma ehtimalının 2 mislidir. Həsən, yəni X, bərabərdir Əlinin qazanmasının 2 misli. Baxın, buna da 2Y yazırsınız. Aydındır, fikir verin. Əlinin qazanma ehtimalının 2 mislidir. Deməli, əlininki Y idi, onda 2 mislidir. İndi bunun qarşısında 1 olsa, biz X-ı yaza bilərik 2K. Bunu bundan götürək. Y-ı yazaq 1K.
İndi bu x-in yerinə gətirib burada 2k yazsaq biz, baxın, x-in yerinə 2k yazsaq, bu da 7z olsa, onda 2k-nı bölməliyik 7-yə. Yəni z bərabərdir, bu 1k-dır uşaqlar. Z bərabərdir 2 bölünsün 7k. Bax bu formada. Və bunların cəmi, baxın, bilirsiniz ki, bütün ehtimalların cəmi 1-ə bərabər olmalıdır. Bunların da cəmi olmalıdır 1. Yəni x-in yerinə 2k, daha sonra y-in yerinə 1k, üstə gəlsin 7-də 2k bərabər olmalıdır 1 tamam. 2 ilə 1 toplasaq eləyir 3. 3 tamla da 7-də 2-ni toplasaq eləyir 3 tam 7-də 2. Bunu da çevirsə olacaq 7-də, deməli 21 üstə gəl ki 23. Bərabərdir 1-ə. K-nı da bölürsünüzsə olacaq 23-də 7. Tərsinə çevrilir. Aha, K-nı tapdıq. Bizdən deyir ki, 50-nin qazanma ehtimalını tapın. 50-nin qazanma ehtimalını y demişəm. Y da burada baxın, K-ya bərabər olmuş olur. Elə cavab 23-də 7-dir. 23-də 7 alınmış olur. Yəni D bəndi, D variantı. Maraqlı sualdır və topludan fərqli tipdə olan bir sualdır. Hələ ki, bir dənə ehtimal sualı belə bir fərqli alınıb. 72-də nə deyir? Gəlin sadələşdirək. 4-ə dəymirəm. 12-ni 3 dəfə 4 yazıram. Yəni 3 üstü n vurulsun 4 üstü n. Burada deməli qüvvətdə mənfi varsa, deməli bu əsasları eyni olanların bölünməsidir uşaqlar. Olur 3 üstü n bölünsün 3 üstü 1. Bu isə toplamadırsa, olur 2 üstü n, 2n vurulsun 2 üstü 1. Bərabərdir. Baxın, bu 4 üstü n-ə fikir verin. 4-ü siz 2-nin kvadratı yazsaz, onun da qüvvətində n olacaq 2 üstündə 2n. Yəni bununla bu nə edəcək? İxtisar gedəcək. Daha sonra 3 üstü n-lər burada ixtisar gedir. Yuxarıda 4 qalır, aşağıda 3-də 2 qalır. Bunu da tərsinə çevirib vursaz, olacaq 2-də 3. Bununla bu gedir 2. 2-ni də 3-ə vuranda düzgün cavab 6 alınmış olur. 72-ci sualda testin cavabı 6-dır uşaqlar. Keçək növbəti suala. Diaqramda deyir A və B çoxluqların elementlərinin sayı haqqında məlumat verilmişdir. Yazaq. 4 vurulsun A çıxılsın B. 4 vurulsun A çıx B, burada fikir verin. 2x üstə gəlsin 8 və bunların birləşməsinin elementləridir çox güman ki uşaqlar. Birləşməsində gəlin bunları toplayaq. Deməli 2x, 3x, 5, 5 üstə gəl 4, 9x, 8 üstə gəl 1, 9 üstə gəl 5, 14. 9 üstə gəl 5, 14. Aha, deməli 9x üstə gəl 14. Bu da olur 8x üstə gəl 32 bərabərdir 9x üstə gəl 14. Buradan 9x-dan 8x çıxanda x, 32-dən də çıxanda 14-ü olur 18. X 18-dirsə bizdən B çıxanı istəyir, buranı istəyir uşaqlar. 4 dəfə 18 üstə gəlsin 5. Eləyir 72. Onun da üstünə 5 gəlsə düzgün cavab olur 77. Belə, keçək növbəti suala. Baxırıq burada 74-cü suala. 74-də nə deyir? Bucaq B bucaq D-yə bərabərdir. Bax, bununla bu bərabərdir uşaqlar. Alfa, alfa. Bu oxşarlıq sualıdır. Baxın, bu bucaqla da bu bucaq bərabərdir. Bunu vermir. Bunu siz özünüz tapmalısınız. Niyə görə? Çünki qarşılıqlı bucaqlardır. AB də 6-dır, OS də 6-dır. AK yəqin buradır. Aha. Bu da 6-dır, bu da 6-dır. Bura 5-dir, CD-ni istəyir, X istəyir. Baxın, betanın qabağında 6 dayanıb. Burada betanın qabağında X dayanıb. Burada alfanın qabağında 5 dayanıb. Burada alfanın qabağında 6 dayanıb. Oxşarlıqda çox asan. 5x bərabərdir 36-ya. 36-nı da 5-ə bölsək düzgün cavab 7,2 alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 75-ci suala. Deyir ki, ABCD düzbucaqlısında AM DM-ə perpendikulyardır. Burada 90 dərəcə bucaq əmələ gəlib. AB 6-dır, AM də 12 cm-dirsə, ADM-in dərəcə ölçüsünü tapın. Buranı istəyir sizdən. Fikir verin uşaqlar. Düzbucaqlı üçbucaqda, baba bu düzbucaqlı üçbucaqda biz nə zaman deyirik ki, katet hipotenuzun yarısıdır? Yalnız əgər bu bucaq 30 dərəcəlik bucaq olarsa, onda deyirik ki, 30 dərəcəlik bucaq qarşısının katet hipotenuzun yarısıdır. Bura 30-dursa, bura olacaq 60. Düzbucaqlının bucaqları 90-dır. 90-dan çıxanda 60-ı, bura eləyir 30. Bura 30-sa, deməli, bura olacaq 60 dərəcə. Bax, bunu istəyirdi səndən. Testin düzgün cavabı olur 60. Keçək növbəti suala. Rəhim birinci gün kitabın 40%-ni, birinci gün kitabın 40%-ni, ikinci gün kitabın 5%-ni, üçüncü gün isə qalan 110 səhifəni oxudu. Üçüncü günün faizini tapın uşaqlar. Bu ikisini toplasaz eləyir 45%.
və 100%-dən, çünki hamısını oxusa kitabı tam bitirir. 100%-dən 45%-i çıxanda olur orada 55%. Deməli 55%-ə nə qədər düşüb uşaqlar? 110 səhifə düşüb. Sizdən bütün kitabı soruşur. Yəni 100%-i soruşur. 100%-i yazırsınız x. Çarpaz vuranda 55x 100 110. Bununla bu gedir 2. 2-ni də 100-ə vuranda düzgün cavab 200 deməli səhifə alınmış olur. Düzgün cavab. Keçək növbəti suala. Baxırıq burada 77-yə. Baxın, x vurulsun, 5,5 vurulsun. Eyni vuruqdur. Bunlar ixtisar gedəcək. X-i saxlayırsan, 5,5-i saxlayırsan, amma sən bunu ixtisar aparanda bilmirsən ki, müsbət ədədə ixtisar aparmısan, yoxsa mənfi. Ona görə onu tapmalısan. Bu 3-ü yazırsan kök altda 9, bunu eləyirsən kök altda 10. Kök altda 9-dan da kök altda 10 çıxanda mənfi eləyir uşaqlar. Bax, mənfi ədədə ixtisar aparmısınız. Deməli, işarə mütləq dəyişməlidir. X böyükdür 5,5 olur. Və bu ifadənin ən kiçik tam, yəni həllini sizdən soruşursa, 5,5-dən birinci böyük ədəd deməli 6 olmuş olacaq. Keçək növbəti suala. Baxırıq burada 78-ci suala. Deyir ki, düz xətli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağacları arasındakı ağaclardan biri C-dir. A və C ağacları arasındakı məsafənin C və B ağacları arasındakı məsafəyə nisbəti 3/4 nisbətlidir. Buna görə C ağacı A-dan başlayaq neçənci ağacdır? Deyək ki, bu bir düz xət boyunca olsun. Bu olsun C ağacı. Baxın, bu məsafəni adlandırıram 3x. Bu məsafəyə deyirik 4x. Sadəcə 85 ağac varsa, yadda saxlayın ki, ondan bir vahid az 84 arı olacaq. Niyə? Çünki məsələn, siz bunları toplamağa çalışsanız 7x alacaqsınız. 85 7-yə bölünmür axı. Fikir verin, adicə burada 3 ağac olsa, görürsünüz 3 ağacın 2 arası var. Bir vahid aşağı. 4 ağac olsa, bax fikir verin, 4 ağacın neçə arası var? 3 arası var. Yəni, neçə ağac verirsə, ondan bir vahid aşağı deməli ara var. Ona görə 84 ara var. 3x, 4x bərabərdir 84-ə. 7x bərabərdir 84-ə. X də bərabərdir nəyə? 12-yə. Deməli, x bərabər oldu 12. X 12-dirsə, bir 3 dəfə 6-nı, daha doğrusu 3 dəfə 12-ni hesablayaq, 36. Bir də 4 dəfə 12-ni hesablayaq, 48. Bu bizə deyir ki, C ağacı A-dan başlayaraq neçənci ağacdır? Baxın. Bu A ağacı birinci ağacdır. Sonra 36 dənə belə ara var. Deməli, bir üstə gəlsin 36. Onda deyə bilərsiniz ki, C ağacı 37-ci ağac olmuş olacaq. Belə. Keçək növbəti suala. Deyir ki, iti bucağının tənböləni trapesiyanın iki oxşar üçbucağa ayırır. Belə bir trapesiya çəkək. Bu da iti bucağın tənbölənidir. İti bucaqdırsa, tənböləndirsə alfa-alfa. Bu çarpazlıqdan, yəni çarpaz düz xətlərdən, çarpaz yox, uşaqlar daha doğrusu, iki paralel düz xəttin üçüncü ilə kəşfməsindən alınan çarpaz bucaqlardan. Bura alfa-dırsa, burada alfa olur. Deməli, bərabər yanlıdır. İki oxşar üçbucağa ayrı. Oturacaqlar 7 və 28-dir. Baxın, bura 7-dirsə, burada 7 olacaq avtomatik. Bir də ki, bunlar oxşar üçbucaqdır. Necə ki, bu bərabər yanlı deyil. Bu da bərabər yanlı almalı uşaqlar. Bura bir dənə beta bucağı deyin. Bu kör bucaqdır. Fikir verin. Bu kör bucaqdırsa, siz bura gətirib beta yazmaq istəsəz, bu kördür bəyəm? Xeyr, bu iti bucaqdır. Ona görə betanı bura yazın kör bucaq kimi. Bunu alfa eləyin. Və görün ki, bu da bərabər yanlıdır. Yəni, bu yan tərəflər bir-birinə bərabərdir. Sadəcə bilmirəm də, burada x deyirəm, burada x deyirəm. Onda, burada oxşarlıq var. Betanın qarşısındakı x-in, burada betanın qarşısındakı 28-ə nisbəti. Bu tərəfdə alfanın qarşısındakı 7-in, burada alfanın qarşısındakı x-a nisbəti. Çarpaz vursaq, x kvadrat bərabər olacaq 28 dəfə 7, 196, x bərabər olacaq 14-ə. Burada oldu 14. Və sizdən bu trapesiyanın perimetrini istəyir. 7, 7, 14, 14, 14, 28, 28 üstə gəlir 28, düzgün cavab 56 santimetrə bərabər olmuş olacaq. 79-cu sualda. Keçək növbəti suala. Baxırıq burada 80-ci suala. Deyir ki, sahəsi S2 düsturu ilə verilən, burada S2 buradadır uşaqlar. Sahəsi S2 düsturu ilə verilən bir düzbucağı formasında metal lövhədən sahəsi S1, bax bura, olan bir düzbucağı formasında hissə kəsildi. Şəkildə verilənlər əsasən qalan hissənin, qalan buradır uşaqlar, qalan hissənin, deməli, enini M ilə
Bir dəqiqə. Hə, ifadə edin. X-in hansı ən kiçik tam qiyməti məsələnin həlli var. Bura x çıx 2 isə burada x çıx 2-dir. Birinci növbədə S qalanı tapmaq lazımdır. Yəni qalanın sahəsi. Bunun üçün bütün düzbucaqlının sahəsindən, yəni bu S2-dən çıxmaq lazımdır verilən S1-i. S2-ni yazırıq x-in kubu üstəgəl 2x kvadrat üstəgəl 8x üstəgəl 16. İndi bu ifadəni çıxırsınızsa hər biri mənfi olacaq. Mənfi x-in kubu, mənfi x kvadrat, mənfi 12x, mənfi 12. X kublar gedir. 2x kvadratından x kvadratını çıxanda x kvadrat, 8-dən 12-ni çıxanda 4x, 16-dan da 12-ni çıxanda 4. Bu da uşaqlar x minus 2-nin kvadratıdır. Fikir verin. Deməli, tapdıq ki, bu qalan hissənin sahəsi S bərabərdir x minus 2-nin kvadratına. İndi bu da bir düzbucaqlı olduğu üçün sahə necə tapılır? Bu m vurulur da x minus 2-yə. N vurulur uzunluğuna. Bərabər olmalıdır x minus 2-nin kvadratına. Elə bunun özü ilə bunun bir dənəsi ixtisar gedir. M bərabər olur x minus 2-yə. İndi m x minus 2-dirsə, mx minus 2-dirsə, bu da deyir ki, x-in hansı ən kiçik tam qiyməti məsələnin həlli var. Bu böyükdür 0 olmalıdır. Niyə? Çünki tərəf məsələsi var da, tərəf 0 ola bilməz axı. O zaman x böyükdür 2-dən, deyirsiniz ki, x-in ən kiçik qiyməti 3 olmuş olur. Bu da bizim, deməli, ətrafımızın düzgün cavabı. Keçək növbəti suala. Baxırıq burada 81-ci suala. Deyir ki, bax bu tənli ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Çevrənin tənliyi necə idi? X minus a-nın kvadratı, y minus b-nin kvadratı. Bərabərdir r-in kvadratına. Bax, bu ifadəni bu vəziyyətə gətirmək lazımdır. Onun üçün nə edirsiniz? X kvadratını yazırsınız, üstəgəl x yazırsınız. Və burada 1 var uşaqlar. 1-i bölürsünüz, yarı gelir 0,5. Onu da kvadratı eləyir 0,25. Bunu özümüzdən yazdıq bura. Bir dənə də çıx 0,25 əlavə eləyirik. Sonra y-in kvadratını yazırsınız. Çıxılsın 5y. 5-i bölürsünüz 2,5. Kvadratı eləyir 6,25. Bunu özümüzdən yazdıq. Bir dənə çıx 6,25 əlavə edirik bura. Bu da bərabərdir 29,5-ə. Bu ifadə bizə verir, deməli, x üstəgəl 0,5-in kvadratını. Və bu ifadə bizə verir, deməli, y çıxılsın 2,5-in kvadratını. Bununla da bu verəcək mənfi, deməli, 25, mənfi 7, tam 15 bu tərəfə atanda 7,5-i toplama eləyir, o da eləyir 36. Daha doğrusu 6,5 uşaqlar. Sadəcə bu bərabərdir 36. Aha. Fikir verin. Bax, bu formaya gətirdik. R kvadrat nəyə bərabərdir? 36-ya. Deməli, R bərabərdir 6-ya. Radiusu tapdınız. İndi deyir ki, həmin çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Baxın, bu çevrədir. Bunun daxilinə kvadrat çəkilib. Yəni ki, bu formada. Bunun radiusu 6-dırsa, uşaqlar, diametri 12-dir. Fikir verin. Buradan bura. Diametri də 12-dirsə, sahə düsturumuz necədir? D kvadrat bölünsün 2. Yəni, 12-nin kvadratı 144, onu da böləndə 2-yə düzgün cavab 72 alınmış olur. Bu da bizim 81-ci sualımız. Belə. Ümumi suallar deyərdim ki, rahatdır. Bir ehtimal sual, uşaqlara bayaq dediyim bir ehtimal sual. Bir də məsələn bu sual biraz sizi düşündürə bilər. Amma qalan tiplər, yəni rahat işlənilə biləcək tiplər, yəni tipdə olan suallar olub. Belə. Ümid edirəm ki, hər birinizin nəticəsi tam ürəyinizcə olar. Əgər hər hansısa bir qaranlıq qalan sual, qaranlıq qalan bir hissə olarsa, rəy bölməsində qeyd etməyi unutmayın. Bugünlük bu qədər. Sağ olun, hələlik.